2026-cı ilin qışı 5 bürcün nümayəndələri üçün karyeralarında dramatik dəyişikliklər dövrü olacaq. Astro Bürc TV Lent.az-a istinadən xəbər verir ki, ulduz falı vəd edir ki, 5 bürcün işlərini dəyişmək, yeni gəlir səviyyəsinə çatmaq və ya statuslarında əhəmiyyətli dərəcədə artım yaşamaq şansı olacaq. Bu qış kim karyera və maliyyə uğuru qazanacaq? Oğlaq. Oğlaqlar üçün 2026-cı ilin qışı peşəkar irəliləyişlər dövrü olacaq. İş yerinizi dəyişdirmək və ya təkcə maddi qazanc deyil, həm də real təsir göstərəcək bir təklif almaq imkanınız olacaq. Nəhayət, dəyərinizi sübut etməyi dayandıracaqsınız. Bunu hər kəs görəcək. Yeni zirvələri fəth etməyin vaxtıdır. Şir bürcü üçün qış tanınma dövrü olacaq. Uzun müddətli kölgədə qalan şey nəhayət ön plana çıxır. 2026-cı il ulduz falı artan nüfuz və genişlənən peşəkar imkanları proqnozlaşdırır və bu fantastik olacaq. Əqrəb. Bu qış əqrəblər öz trayektoriyalarında kəskin dəyişiklik yaşayacaqlar. Pul ulduz falı uzun müddətli pul qazanmaq və ya zövq almaq üçün heç bir fürsətin olmadığı bir vəziyyətdən qaçmaq üçün bir şans vəd edir. Və bu qərar yeni bir maliyyə dövrünə başlayacaq. Risk etməkdən qorxmayın, bunun öhdəsindən gələ bilərsiniz. Qoç üçün qış praktik qərarlar qəbul etmək üçün bir zaman olacaq. 2026-cı il ulduz falı işə yanaşmanızı dəyişdirməyinizi və ya daha çox məsuliyyət götürməyinizi təklif edir. Nəhayət, daha çox şeyə qadir olduğunuzu görəcəksiniz. Artıq heç kim qanadlarınızı kəsməyəcək. Dolça. Bu qış dolçalar özlərini doğru zamanda və doğru yerdə tapacaqlar. Bürclər 2026-cı ilin əvvəlində maliyyə vəziyyətinizi dəyişdirə biləcək gözlənilməz bir fürsətə işarə edir. Başqalarının məsləhətlərinə qulaq asmayın və yalnız öz intuisiyanıza güvənin. Göydən bütün ulduzları qoparmağın vaxtıdır.